Asan Xidmət rüsumları açıqladı. Şəxsiyyət vəsiqəsinin alınmasından tutmuş, nigahın qeydə alınmasına qədər olan xidmətlərin rüsumları Xəzər xəbərdə. Evlənmək istəyirsənsə 5 manat ödəməlisən. Boşanmalı olanda isə 15. Ad, ata adı, hətta soyadı belə dəyişdirmək mümkündür. Bunun üçün isə cəmi 10 manat ödəməliyik. Asan Xidmət mərkəzləri göstərdiyi xidmətlərin siyahısını və xidmətlərin rüsumlarını açıqlayıb. Məsələn, şəxsiyyət vəsiqələrinin verilməsində rüsumlar fərqlidir. 16 yaşınadək uşaqlara şəxsiyyət vəsiqəsi pulsuz verilir. Yaşı 16-dan yuxarı olanlar şəxsiyyət vəsiqəsini 10 gün ərzində alaraq və ya dəyişdirərək cəmi 1 manat ödəməlidirlər. 3 günə sənədin verilməsinin rüsumu isə 10 manatdır. Vətəndaşlıq, yəni xarici pasportların rüsumlarına gəldikdə isə 10 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 10, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 20, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 30, 18 yaşına çatmış vətəndaşlar isə 40 manat ödəməlidirlər. Daha təcili şəkildə sənəd əldə etmək istəyənlər üçün isə bu qiymətlər müvafiq olaraq yüksəlir. Sürücülük vəsiqəsinin dəyişdirilməsi 18 manat ödənilməklə həyata keçirilir. Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, yəni kupçaya görə dövlət rüsumu 30 manat təşkil edir. Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi və müddətinin uzadılması 3 ayədək 30 manat, 6 ayədək 60, 1 ilədək 120 manatdır. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi 1 illik 1000 manatdır. Bununla yanaşı əmək pensiyalarının təyin edilməsi, övladlığa götürmənin qeydə alınması, atalığın müəyyən edilməsinin qeydə alınması, habelə doğumun və ölümün qeydə alınması kimi xidmətlər isə pulsuz